Qapı-qapı axtardıq ki, burada hovuzu kim tikir? Qəbələdə hamı Sərdar usta dedi. Amma paralel olaraq başqa ustalar da var idi ki, bu işi görürdülər. Var, əlbəttə var. Yəni var idi işi görürdü. Sualım sizə odur ki, başqa ustalar işi görürlər, sonra insanların başına min dənə problem gəlir. Ya hovuz partlayır, ya su axır oradan. Ümumiyyətlə bu işin özəyində dayanan nədir? Ucuz başı gəlsin deyən. Halbuki ucuz başı gəlmir. Betonla olandan da baha başı gəlir. Ona görə ki, onlarda sızma, çat əmələ gəlir. Sənin iş prinsipin nədir bu məsələdə? Betonla görülməlidir mütləq. Armatur toxunmalıdır, betonla, zavod betonla bu iş görülməlidir. Yəni keyfiyyətli alınmalıdır. Betonla kubikin birləşmə hissəsindən çat verir. Ya divarında çat verir, ya hörgünlə eləyirlər, üstündə kəmər tökürlər, payasa. Payasanın altından çat verir. Onun təzdən ona setka toxunur, təzdən beton tökülür. Minimum 10 sant. O da əlavə rasxoddur.